Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Salam, xoş gördük sizləri. Allah ibadət itaatlərinizi qəbul eləsin inşallah. Yenə də Nəhcül Bəlağədən söhbətimiz davam edir. Təbii ki, əziz və dəyərli ustadımız Hacı Əhlimanın bəyanatında inşallah Nəhcül Bəlağədə olan həqiqətlərlə tanışılarıq. Hacı, salam aleykum və rahmetullah. Aleyküm salam və rəhmətullah. Xoş gördük sizi yenə. Şəkil, Allah razı olsun. Çox sağ olun. Deməli, Hacı, keçən səfər biz Həzrət Əlinin 16-cı xütbəsində bir kəlamı barəsində danışdıq. O bu idi ki, وَكَفَى بِالْمَرْءِ جَهْلًا أَلَّا يَعْرِفَ قَدْرَهُ. Bir insanın cəhalətinə bu yetər ki, öz qədrini bilməsin. Dəyərini bilməsin. Çoxlu söhbət oldu bu barədə. Sadəcə istəyirəm ki, 2 ayə barəsində bir haşiyə çıxaq, 2 ayə ilə haşiyə çıxaq bu barədə. Biri budur ki, Allah Taala məsələn Sad surəsində buyurur ki, ey mələklər, elə ki mən Adəmin şəklini düzəltdim və öz ruhumdan ona üfürdüm, siz ona səcdə edin. Bir bu ayə, bir də Allah Təbarək və Təala buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ. Biz Adəm evladını çox hörmətli yaratmışıq. Kərrəmnə özü. Bəli. Buyurun, Hacı. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahın salamı olsun bütün möminlərə, qulaq asanlara, izləyənlərə, hamıya inşallah. Aleykümselam və rəhmətullah. Vəllazi yüsəlli aleykum. Bəli. Allah Quran-Kərimdə deyir, Allahdır ki, sizə həmişə salam göndərir. Bəli. Özü yüsəllidir, sadlandır da. Bəli. Bu sinlə deyir. Yüsəlli, yəni rəhmətin göndərir. Amma biz oturmuşuq, heç Allah yadımıza düşmür. Özdə Peyğəmbər də var da. Vəllazi yüsəlli aleykum və rəsul. Və mələikət. Yox, o ayrıdır məncə. Görüm tapa bilsəm o ayəni burada. Allah Teala və Allahdır ki, sizə salamını göndərir və Rəsulu. Və Rəsulu da sizə salamı göndərir. Hüvəlləzi yüsəlli aleykum və mələikət o Rəsul o birisində. Allah özü və mələkləri sizə salam göndərir. Liyuxricəkum minəz-zulumati ilən-nur. Sizi zülmətdən nura aparmaqdan ötürü. Və kanə bil-mümininə rəhimə. Möminlərə də Allah Teala çox mərhəmətlidir, çox mehribandır. İndi doğrudan insan dəyərin bilsə, elə buradan başlayacaq. Dəyərin bilsə ki, mənə Allah, məsələn, salam göndərir, rəhmət göndərir, özdə daim gəlirdi o cəryan, diyan var, özdə Allahın mələkləri də. Onda insan bilər ki, özü nə dəyərdə bir məxluqdur. Allah onu necə yaradıb ki, özü daimən dağları yaradıb, buraxıb, dənizləri yaradıb, buraxıb, ondan sonra belə də bütün məxluqa, amma insana daim salavatını göndərir Allah. Mələklərinə də əmr edir, siz də göndərin, siz də deyin. Yaxşı, bu insana bəs edir. Biz keçən dəfələrin birində acı dedik, bəzən insanlar olur, görsən, ibadətə başlayanda bəzi pis vərdişlərin, mümkün də hətta məsələn, şəri baxımdan haramda olmasına o, ürfü baxımından yaxşı deyir. Yaxşı görsən, o pis vərdişlərin tərcidir, deyir, da mənə yaraşmaz. Məsələn, bəzən görsən, ən çox gedir ziyarətə falana, ondan sonra gəlir o bəzi məsələləri tərcidir ki, da mənə yaraşmaz da. Yaxşı, məsələn, mən da indi getmişəm, Məkkə ziyarət eləmişəm, Kərbəla ziyarət eləmişəm. Onu birdən insan o əvvəlindən, zatından fikirləşsə, çünki bunun həcdir, Kərbəladır, namazdır, orucdur, dəyərinin üstünə dəyər gətirir. Yaxşı, məsələn, bir var, fərz eləyək bir çürük şeydən esinə düzəltmək olmur. Elə deyir. Turşumuş qatıqdan da cahiran da düzəltmək olmur. Amma bir də var, elə o maddə özü yerindədir. Süddüyündədir, qatıq-qatığlığındadır. Sən ona nələrsə əlavələr edirsən, məsələn də görürsən, dükkanın qabağında yazıb süd və süd məmulatı. Gör nə qədərdir. Yaxşı, hamısı ondan əmələ gəlirlər. Biz bir dəfə ustadımızla bir yerə getmişdik. Gətdilər, səhər yemək qoydular. O südlə çörək yedi.
mən amma şirin çay elədim şorla, yağla, boşun belə. O yedi qutardı, mən elə avar idim, o şoru götürürdüm, tökülürdü, yağı qoydum, şey olurdu belə. Yaşlı kişi vardı orada, yanımda da Lənkərandaydı. 84-cü ildə. Ha, o vaxt. 84-cü ildə Lerikən bir tələbə dostumuz var idi. Deyəsən adı Şahin. Onun atasının məclisinə gedirdik. O kişi dedi ki, molla, tələbən səndən çox bilir. Nə dedi, o şorla yağı yedi, amma sən südü yedin. Dedi, çox bilsəydi, o da südü yerdi. Hamısı buradan çıxırdı onların. O bir dənə istəkan götürür əlinə, insanın ömrü belə hədəli gedir. Ailə başı şorla yağa qarşı, bu əslisi qalıb burada. Məsələn, sözüm budadır ki, əslisindən bunlar əmələ gəlir. Amma bir şey ki, əsli zatı yoxdur. Onun üstünə nədir? Məsələn, kafir namaz da qılsa qəbuldur. Elə deyir. İnsan o namaz, oruc, insanın o paklığının üstünə gəlir. O günəş necə qızıl gülə düşəndə ətiri çoxaldır. Bu onun kimidir. Sadəcə biz insanlar deyəm ki, məsələn də belə yazıq o da. Biz onu itiririk. Düzdür, bir vaxt gəlib başa düşürük, da namaz qılırıq, mənə yaraşmaz. Ziyarətə getmişəm, mənə yaraşmaz. Saqqalım ağarım, mənə yaraşmaz. Amma bu heç əvvəldən sənə yaraşmırdı. Düzdür. Əvvəldən yaraşmırdı insana. Çünki Allah, yaradan sənə nə deyir? Vələqət kərrəmmə. Yaxşı, bir dənə maşın zavodu, bir dənə maşın buraxır, 20 minə. Onun bir başqa bir formasının 2 qat şeylə. Qiyməti də özü qoyur. Arabada deyir, mən bunu istehsal eləmişəm, mən də bilirəm də bunun dəyəri nədir. Elə deyil. Allah da deyir ki, vələqət kərrəmmə, ay insan. Sən ziyarətə gedəndən sonra əzizlənməmsən, sən namaza başlayandan sonra hörmət qazanmamısan, sən zatən mənim yanımda hörmətliydin. Zatən mənim yanımda hörmətliydin. Həqqün ələynə nəsrül müminin Allah deyir. Mən sənin müdafiə eləmək, mənim boynumu vacib dinlə var, yudafi anilləzinamə. Yaxşı. İndi zatındadır o kəramət, o əzizlik. Yaxşı. Lap o birisi ayədir, fətəbarəkəllahu əhsənul xaliqin. Hələ insan nə namaz qılmışdı, nə oruç tutmuşdu, nə xums vermişdi, nə zəkat vermişdi, nə həccə getmişdi, nə Kərbəlaya getmişdi. Sadəcə insan nəfəs almışdı. Bir dənə insan. Həzrət Adəmə elə ruhu piliyən kimi Allah dedi də, buyurdu ki, fətəbarəkəllahu əhsənul xaliqin. Əhsən olsun yaradanların nəyinə? Lap o böyüyünə. Ən yaxşısına. Nəyə əhsən deyirdi? Allah özünə əhsən. Bəzən məsələn biz bir şeyi tərifləyirik, amma məqsədimiz başqa şeydir. Məsələn, ustadı tərifləyirik. Bəzən məqsədimiz onun tələbəsidir. Məsələn, deyirik, bu filankəsin tələbəsidir, filankəsin tələbəsidir. O ustad yerində. Məqsədimiz tələbə. Bəzən də tələbəni tərifləyirik. Məqsədimiz ustaddır. Görürsən, bu məsələn, şeydir. Bu filankəsin tələbəsidir. Ustadı çıxardırıq ortalığa. Molla Hüseynə rəhmətliyə bizim ustadımızın ustadına deyiblər ki, bu qədər ki, sən din yolunda əziyyət çəkdin, Allah sənə heç nə vermədi, deyir, molla bəyləri verib Allah mənə. Yaxşı, bu tələbəsini tərifləyir. Allah da burada fətəbarəkəllah əhsənul xaliqin deyəndə özünü tərifləmir ki. Yaxşı, məsələn, biz gəlib dururuq bir dənə tablonun qabağında deyir, əhsən bunun nəqqaşına, əhsən bu şəkili çəkənə. Biz tanımırıq o kimdir. Amma istəyirik bunun ustasın, bunun nəqqaşın tərifləməklə bu nəqşin özünün gözəlliyin, böyüklüyün çıxardaq ortalığa. Allah Taala da məhz o baxımdan deyir fətəb. Yoxsa Allah özünü tərifləyən deyir ki, heç o tərifə ehtiyacı da yoxdur Allahın. Yaxşı, mütləq kəmaldır. Heç mütləq kəmal özünü də tərifləməz. Orada Allah Taala özünə əhsən deməklə istəyir bizim böyüklüyümüzü, gözəlliyimizi göstərsin. Bizim əzizliyimizi göstərsin. Ki, vələqət kərrəmna da onlardan biridir. Ki, ardıcında deyirdi orada, əzizdədir, əzizləməyimiz də var, görürsünüz, boş yerət elə bilməsə adam bizim xasiyyətimiz necədir? Görən ki, gəl sən mən başımın tacısan filan, bəs məkanına, ürəyini satsın, çıxıb gedəcək, rahat bir söhbət edəcək.
Allah da elə deyir, mən boş şuar verməmişəm. Görsəm necə əzizləmişəm. Fəhəməlnahum fil bərri vəl-bəhr. Elə əzizləmişəm ki, qurunu da, dəryanı da sənin əlində, ixtiyarında qərar vermişəm. Sənin ayağının altında qərar vermişəm. Yerləri, göyləri sənin ram etmişəm. Ram etmişəm sənin üçün. Yaxşı, bütün bu varlıq aləminin hamısın. Yaxşı, dünya bu boydadır. Bax, elə şeylərdən danışırlar, belə əl çatmaz şeydəndir. Bir də ağza qanad yaratsınlar da. Yaxşı, indi məsələn istəyirlər atasız, anasız adam yaradarlar. Yenə deyir, onun da yenə kötücü hansısa atadan ya hansısa anadandır da. Yenə maddəsi Allahdandır. Nəyə əlin atsa Allahındır. Ya məşərəl cinni vəliniz. İstətəatı mən tənfizu min əqtari səmavati vələriz fənfizu. Ay insanlar, ay cinlər. İstəyirsiniz mənim bu hökumətimin altından çıxıb gedirsiniz, çıxın gedin. Yenə Allah Taala insanın dəyərinə orada fikir verib, birdən kimsə deyər, mən gedirəm, özün alçaldar. Deyir, la tənfizu ona, illa bir sultan. Bu başdan deyir, amma hara getsiniz, yenə mənim hakimiyyətimdə. Ondan sonra deyir ki, vərəzəlnəhum minət təyyibat. Əziz tutmuşam buna pak, biri leş yer, biri torpaq yer, biri ölü yer, biri ot yer, biri nə bilim, nə yer filan bəsməkan. Amma insan deyir, yox, sən buharı yeməlisən. Allah pak rozu, pak minət təyyibat, pak rozu. Allah insana o qədər dəyər verir. Deyir, o heyvanın ki, başının üstündə mənim adımı zikr olunmayıb, onu yemə. Bu qədər dəyər verir insana. Və rəqət kərrəmə budur. Yaxşı, zatən insanda, mən o əhsənül xaliqini deməkdə istəyirdim bu ayə ilə birləşdirək ki, yəni zatındadır bu insanın dəyər. Zatındadır dəyər. Yaxşı? Hacı, gələk o ruhun üfürməsi. O buyurur ki, Sad surəsində, ey mənim mələklərim, elə ki, Adəmin şəklini düzəltdim, heykəlini düzəltdim və öz ruhumdan ona üfürdüm, siz də ona səcdə edin. Burada hətta deyirlər ki, Adəmə elm verilməmişdən əvvəldir bu səcdə əmri. Çünki bəziləri elə bilir ki, Adəmin elminə görə o mələkələrə əmr olunub səcdə edir. Yox, ruhuna görə, sırf ruhuna görə. Çünki Allah öz ruhundan bir növ piləyibdir ona, üfürüb, əta eləyib, verib, o ruh da müqəddəs ruhdur. Ki, hətta məsələn, bir dənə bu kəlam elmində, əxlaq elmində belə mövzular var ki, o ruhlar ki bölürlər, nəbati ruh, heyvani ruh, mələkuti ruh, nəbati ruh ağacda da var, heyvanda da var, insanda da var da bu inkişaf. Heyvani ruh, yəni o heyvan orada təhqir mənasında deyil, ümumiyyətlə, məntiq alimləri və fəlsəfəçilər insana heyvanı natiq deyirlər. Canlı. Bu heyvan, yəni canlı. İnnəl axirətə ləhiyəl həyvan. Quran deyir ki, əsl yaşayış axirətdir. Bu yaşayış deyir ki, o yaşayış mənasınadır. Ki, həyatı var, canlıdır bu. Hərəkət edir bu vaxtından. Bir də mələkutu ruh. Mənə rast gəlib, indi dəqiq bilmirəm harada rast gəlib. Ki, deyir, bu mələkutu ruh, həmin o Allahın o indi ayədə dediyimiz ruhla əlaqəsi olduğuna görə heç o insanın bu bədəninə girmir, daxil olmur. İnsanın belə deyilə başının üstündən onu idarə edir. Sanki insan özünə yuxarıdan baxır da. Bəli, insanın özünə yuxarıdan baxır. Yəni cismin ona ləyaqəti yoxdur. Oradan idarə edir bir formada. Belə bir şey, məsələn, əlinin arxası ilə itələyirsən ki, əlinin içinə dəyməsin, məsələn, bu cürə. Bax, onun özünün də gəlib insanı o cürə idarə eləməsi, bu özü də insan üçün dəyərdir və bu, həmin Allah min ruhi deməklə öz ruhundan, bəli. Çünki çox kəslərə ruh verib də, çox məxluqata ruh verib, amma heç verdi deməyib. Cinlərə də deməyib onu, heyvanata da deməyib, ondan sonra başqa məxluqata da deməyib. Ancaq insanın barəsində deyil. Bu da insanın dəyərinə dəlalət edir. Ya o bayaq əvvəl danışanda söhbət edirdik, deyəsən, hansı surədədir? Ləqəd xələqnəl insanə fi əhsəni təqvim. Tin surəsi. Tin surəsində aysaq. Biz insanı gözəl formada yaratdıq. Ləqəd xələqnəl insanə fi əhsəni təqvim. Və bundan yuxarısı yoxdur.
Bundan yuxarısı yoxdur. O da insanın dəyərinə dəlalət edir. İnsanın dəyərinədir ki, bundan yuxarı yoxdur. Düzdür, sonra deyir, sümmərədət nahəsfələ safilin. Bu insanın öz əlindədir də. Elədir. O insanın öz əlindədir. Ulaikə kəl ənam bəlhum əzzəd insanın öz əlindədir. Təbiətən də elə olmalıdır. Elə olmalıdır. Yəni bir adam əlində sərmayə ola, məsələn, möhtac olsa, o çox danlanır əlində sərmayəsi olmayan möhtac olan adamla. Ona deyir, sənin sərmayen var idi. Sən özün bu günə saldın. İnsan o heyvandan da pis olur. Bu baxımdan ki, sənin axı əlində Allah sənə ağıl vermişdi, Allah sənə düşüncə vermişdi, Allah sənə dərrakə vermişdi. Fəəlhəməhə fucurəhə və təqvəhə. Allah sənə yaxşı ilə pisin hamısını ilham eləmişdi. Hacı, adam var, bilmir harada necə danışmaq lazımdır. Harada hansı addım atmaq lazımdır. O Quran-ı Kərim ki buyurur, Peyğəmbərin vəzifələrindən biri də budur ki, o Allahın ayələrini tilavət edir, bəli. Sonra sizi paklayır, bəli. Sonra kitab və hikməti öyrədir. Bəli. Kitab indi bildikdə Quran-ı Kərim məsələn kitabdır. Hikmət, o hikmətin tərifində deyirlər ki, məsələn hikmət iki cür var da, bir var nəzəri hikmət, bir var əməli hikmət. Nəzəri hikmət, məsələn Lori dildə Əllamə Cavad Amili deyir ki, məsələn nəzəri hikmət budur ki, biləsən nə var, nə yox. Yəni Allah var, biz haradan gəlmişik, falan, hara gedəcəyik, hamısının bunlar nə var, nə yox. Bir də var, amma deyir, nəzəri hikmət odur ki, əməli hikmət odur ki, nə etməli, nə etməməli. Bax, bunu aydınlaşdırmaq, bunun o sözün coğrafiyasını bilmək, o məsələn zamanəni bilmək, tarixi bilmək. Bir var ki, məsələn, mən bilirəm ki, məsələn 1983-cü ildə dünyaya gəlmişəm. Bu bir tarixdir. Amma bir də var ki, bu niyə gəlmişəm? Niyə gəlmişəm və yaxud belə deyək də, mən hardayam, hansı zamanda yaşayıram? Bu tamamilə ayrı bir məfhumdur. İndi Quran-ı Kərim məsələn hikməti açıqlayanda da orada müəyyən formalarda, məsələn başlayır İsra surəsində səhv eləmirəmsə 21-ci ayədən 22-ci ayədən başlayır ki, Allahın birliyindən başlayır, sonra gəlir deyir ki, və qaza rabbuka la ta'budu illa iyyah və bil valideyni ihsana, valideynlərə yaxşılıq elə, ibadət və sonra valideynlərə yaxşılıq. Orada maraqlıdır ki, deyir, əgər onlardan biri və ya hər ikisi qocalığa çatsalar ona uf demək. Orada yəni, əgər valideynlərə çıxır ki, valideyn əgər cavandırsa da uf demək olar ona, niyə qocalığı gətirir orada, xüsusi vurğuluyur? Orada deyirlər ki, orada əslində, sonraki ayələrdə də, məsələn, deyir ki, infaq eləyəndə nə çox əlvi ac, nə də çox əlvi sıx, orta bir yol tut. Digər ayələr hamısı görür ki, burada bir meyar əslində Allah Taala göstərmək istəyir ki, hansı məqamda necə addım atılmalıdır. Məsələn, valideynə hər zaman ehtiram vacib, amma qocalıq artıq... Orada mənfi təsiri daha çoxdur da. Orada mənfi təsiri... Demək, zamanı dəyərləndirmək əsas şərtdir. Yəni, orada atanın, yəni insanın o vaxt, qoca vaxtında qayğıya daha çox ehtiyacı var. Xoş sözə daha çox ehtiyacı var. Gedib, məsələn, qocalar evində qalmağa o şey deyir. Onun yeri odur ki, elə məsələn də evdən nəvələri, nə bilim, uşağı, övladı nəvaziş ediyorlar. Yoxsa, məsələn, bir də qüdrəti də yoxdur, elə nəsə bir cavab verməyə. Cavanlıqda, məsələn, olanda üf deyəndə, məsələn, ona fərz eləyək, o hər bir şey eləyə bilər. Səni də tərk edib çıxıb gedə bilər. Yenidən özünə, məsələn, bu evi də tikə bilər, belə deyək. Səni də çıxarda bilər, məsələn. Amma indi məzlumda axı, boynun qoyub çiyinə çeyilir. Orada qayğıya çox ehtiyacı var da insanın. O baxımdan insan, şəriət, İslam əsas meyardır. Ona görə, məsələn, mən bir də Əli Əleyhisselamla bir dedik, hədis tapdılar, mən qeyd elədim onun adı. 4 dənə Z hərfimiz var da bizim ərəb dilində. 4 dənə Z hərfi. Əli Əleyhisselam bir də hədis deyib, 4 dənə Z-ın 4-ünü də işlədi burada. Mövzumuza da uyğunluğu var. Məsələn, deyir, mən təvəkkələ ələl-mal zəllə. Kim mala təvəkkül eləsə zəlil olacaq. Bu zəllə olacaq. Zallandır, bəli.
Mən təvəkkələ ələl ilm vəllə. Kim öz elminə, elmdən məqsəd öz elmdə. Adam elmin, bilicin aparıb ilahi elmə qoşsa və onu ilahi elmin çərçivəsində neynəsə, istifadə eləsə, damcının dəryaya qoşulmağı kimidir. Olacaq dərya. Nə onu gün quruda bilməyəcək, nə küləyə apara bilməyəcək. Faydası da o, elə dərya faydası olacaq. Burada da ilahi elmə qoşulmasa, öz bilicinə ki, insanları da bədbəxt eləyən odur da. Cüzümdən bu boyda kitab yazıb, ay dədə var Allah da, dədəsi də öləndə gəlmir yasa. Ki da mən məsələn yazıcı olmuşam məsələn, böyük adam olmuşam. Dədən səni yazıb çıxardıb ortalığa məsələn, sənin məsələn böyücü də bu boyda eləyib. Heç o demirdi, mən da heç oğluma baxmayacam məsələn, mən bu boyda əsərin sahibiyəm. Hələ Allah gör nələr eləyib. Amma bayaq əvvəldə oxurduğa yüsəlli əleykum və mələikətuhu. Səni yaradıb, hər şeyi də verib, yenə səndən əl çəkmir. Sən 2 kəlmə şey öyrənən kimi başladın ki, mən da bu boyda adamım. Həzrət kimi elminə söykənsə vəllə, yolu azacaq. O da uradınandır da, vələzzalini zayına. Sonra deyir, və mən təvəkkələ ələl əqli, öz əqlinə. Çünki bizə Allah əql verib. Ağıl da bizə bir həddidə kifayət edir. Hətta bəzilərin nəzəri budur ki, Allah Peyğəmbər Quran göndərməsəydi də insanı ağlının müqabilində bir həddidə cəzalandırıb mükafatlandıra bilərdi. Çünki insan bir həddidə nə edə bilərdi? Düz yolu seçə bilərdi bir həddidə. Amma Allah Peyğəmbər göndərib o əqlə kömək eləməkdən ötürü. Quran göndərib o əqlə kömək eləməkdən ötürü. Necə elm ilahi elmə birləşməlidir? İnsan ağlı da ilahi mənbəyə birləşməlidir. Onda olur maubidə bihir rəhman və usiyə bihir şeytan və kusibə bihir cinan. Onda gəlir o faydanı verir. Yoxsa öz başına qalsa, heç nə. İndi de kim öz ağlına neynəsə, söykənsə, zəllə, reyin yanındakı zeynəndir. O da sürüşə, zəlzələdəndir də. Daim elə silkələnə gedəcək. Yaxşı? Amma nəticəsi, bax bizim o sözümüzün nəticəsi, mən təvəkkələ ələllahi vəllə. O lanandır. Kim Allaha təvəkkül eləsə, Allahın himayət kölgəsində olacaq. Nə elmi ona ziyan verməyəcək, nə əqli ona ziyan verməyəcək, hətta malı da ona ziyan verməyəcək. Malı da ona ziyan verməyəcək. Hamısı olacaq ilahi pay. Ona görə də insan bunların da hamısından uzaqlaşmaq qadir o sözün üstünə ki, insan dəyərin bilmir. İnsan qədrin bilmir. İnsanın Allah hansı qapıdan çəkindirib insanı? O qapıdan insanı çəkindirib ki, o qapıda insanın izzəti əldən gedir. İnsanın o kəraməti əldən gedir. Allah, məsələn, Həzrəti Rəsulullah deyir, Şəbaniyyə xütbəsində Ramazanın gəlişi, Şəbaniyyə xütbəsində, axır cümədə deyir, və cu'iltum fihi min kəraməti, min əhli kəramətillah. Deyir, Allah sizi burada kəramət əhli, möcüzə əhli qərar verib. Filan Peyğəmbərə möcüzə vermişdi, bu işi görürdü. Filan şəxsə, məsələn, Loğmana kəramət vermişdi, bu işi görürdü. Allah da sənə kəramət verib. Bir dənə ayə oxumaqla bir Qurana bərabər olur. Yaxşı, sən qədri gör, sən nə qədər dəyərlisən. Sənin bir dənə kəlmən nə olur? Allah yanında gör nə qədər böyüdür. Heyvanat, başqa məxluqat 1000 il o sözləri hətta öyrətsən də desə, o Füzulinin bir dənə şeir var, tutuquşuya danışmağı öyrətsən də danışar, amma adam olmaz. Danışar, amma adam olmaz. O desə də ona faydası, amma gör sən Allah nə qədər dəyər verir. Bir kəlmən gəlir bir dənə. Qul huvallahu əhəd. Hələ orada şeydir, 3 dənə söz var. Allahu səməd, 2 dənə söz. Allahu səməd yəni bir dənə Quran. Allahu səməd yenə bir dənə Quran. Bu möcüzədir, acı. Bu insana verilən dəyərdir.
insana verən üstünlükdir. İnsan gəlib yetişə bu yerə bir dənə söz deyə 6666 dənə sözdə nə olar? Bərabər olar. Heyf ki, insan o dəyəri bilmir. Hacı, burada bir mövzu yadıma düşür. Belə çıxır ki, bu dünya insanın qədrini, onun dəyərini ölçməkdə çox acizdir. Məsələn, ola bilsin ki, insan bu dünyada hər hansı bir, məsələn, bir kəlmə və yaxud dedikdə Allahu Səməd deyir, Qul Huvallahu Əhəd deyir. Amma bunu dünya meyarları ilə, dünya belə deyək də, ölçüsü ilə ölçmək Ona görə Əleyhissalam deyir də, İnnəsə mənəkum əl-cənnə. Bəli. Siz meyar, baxın acı, o hədis yəqin fikrinizi çatdırdınız da. Orada bir söz demək istəyirəm ki, yəni burada əsas məsələ niyyətdir də. Yəni niyyətin elə ki insan niyyət elədi ki, mən Allaha xatir bunu eləyirəm, o ixlasla, o sədaqətlə dedi. Vəssalam, sanki o damcının dəryaya birləşməsi kimi olur da. İnsan Allahla qovuşur o niyyət vasitəsilə. Ona görə onun hər bir addımı artıq dünyadan böyük olur da. Çünki dünyanın sahibi ilə birləşmirsən. Olursan dünyadan da böyük. Dünyada da elə bir ölçü yoxdur ki, sənə bir dəyər yəni dünyanın ona şeyi yoxdur. Gücü də çatmır axı. Dünyanın ona gücü çatmır. Dünya məhduddur maddi məsələlərdə. Ölçüsü maddidir, metrədir. 5 metrəlik metrə var, 10 metrəlik var, metrə yarımlığı var, 1 metrəlik var, 50 santimetrlik var. Bu dünyanın bütün ölçüləri bundandır. Amma dünya gəlir məsələn o metafizikanı dünya ölçə bilməz ki, qeybi aləmi dünya ölçə bilməz ki. Ona görə Əli əleyhissalamda deyir, İnnəsə mənəkum əl-cənnə. Sizin dəyəriniz beyişdir. Özünüzü baxın, bir dənə hədis bayaq demək istəyirdim. Çıxmışdı yadımdan, yenə təzədən düşdü yadıma, şükür Allaha. Qocalıqda belə ged-gəl çox olur. Deyir, dünyozda həmişə özünüzdən aşağıya ölçü götürün. Özünüzdən maddi baxımdan aşağıya ölçü götürün. O sizi nizamlayacaq. Baxatsan, məsələn, mən bir günlər 1 kilo ət aldım, o yarım kilo aldı. Şükür elə ki, görsən, bax, ona. Özüzdən yuxarı sən qani olatsan, sən şakir olatsan, sən belə o həyatı davam elətdirətsən və həyatın da normal davam edəcək. Amma maddi məsələlərdə özüdən yuxarı baxsan, məsələn, sənin məsələndə bir dənə 5-10 minlik maşının var, ya bir 3 otaq normal evin var. Baxsan ki, qonşu məsələn villa tikdi, ona baxsan sənin çəkəcək villaya tərəf. Sən bunu da sökətsən, qoyatsan yerə, heç krişasını düzəldə bilməyətsən, qalatsan üstə aşıq. Həm də paxıllıq yaranar da, həsəd yaranar. Paxıllıq yaranar, həsəd yaranar, heç hələ paxıllıq şey olsun onun. Bu üstə açıq qalacaq, qışda üstü gəlir. Qalacaq həzrət deyir avara. Ona görə həmişə özündən maddi baxımdan aşağı səviyyədə olana baxın. O sizi düzəldəcək. Amma əməldə heç vaxt özünüzdən bərabər və özünüzdən aşağı baxmın. O sizi məsələn vacibi namazları dəyərdən salacaq, müstəhəb namazlarınızı əlinizdən alacaq. Əşi filan kəs ilə azan iqaməsiz qıldı, getdi, mən də elə azan iqaməsiz qılım. Filan bu cürə dəyərdən salacaq. Məsələn, mən keçən bir dənə qabaqdan Qurban bayramı gəlib, öküz kəsmişdim, mən filan kəs bir dənə qoyun kəsdi. Mən də gedim qoyun kəsim. Gələn qoyun da olmayacaq. Uzaq başı gedib 2 kilo ət alıb gətirətsin. Amma keçən öküzü kəsib vermişdim. Yaxşı, o maddi, mənəvi məsələlərdə, dini məsələlərdir, həmişə özünüzdən yuxarı baxın. Özdə qibtə oradadır da, caizdir də və vacibdir də. Gərək qibtə eləyəsən, yəni mən də onun kimi olum. Yaxşı, o sizi çəkəcək yuxarı. Elə məhz ona görə də Əleyhissalam elə bir misal verir orada. Bu biz danışdığımızın ikisi də onun içərisindədir. Bir, dünyanın bu cürə şeyləri ölçmək qüdrəti, qabiliyyəti yoxdur. İki də, dünyada nəyi misal çəkirdi Əleyhissalam deyir ki, sizin qiymətiniz, məsələn, Soçidir, Antalyadır, nə bilim, filan, nə bilim, yaşayış məntəqəsidir, filan bəzəkli yerdir. Nə olsun? Adam məsələn eşitdi həfərzliyə, bu adını çəkdiyimiz, da reklam olmasın da indi çəkdim da, adını çəkdiyimiz yerlər,
Aha, insanın dəyəridir. Durdu getdi. Vay, mənim dəyərim elə bu imiş. Amma Əleyhisselam deyir ki, hələ cənnət. Hətta bəzi insan ki, o keçən dəfə siz də vurğuladınız onu. Bu beşdə maddi tərəfi insanın cisminin dəyəridir. Mənəvi insan orada çatandan sonra başa düşəcək ki, Əleyhisselam mənim tamımın, bütövlüyümün dəyərini demirmiş cənnəti. Mənim cismimin dəyərini deyirmiş. Ruhumun dəyəri daha yüksəkdir. O misalla insan dəyərinə qayıda bilir. Hacı, bir də insan məsələn, hətta maddi şeylərdə də məsələn, mən arzulayıram ki, məsələn, filan maşınım olsun, filan villam olsun, filan vəzifəm olsun, filan. Amma ora gedib çatandan sonra gözümdən düşür. Bəli. Yəni, bu, məsələn, bu özdə ümumi bir faktdır da. Yəni, bir nəfərdə olsun, ikində yox. Hamısında elədir ki, biz getdik, məsələn, 1 milyon arzulayırdıq. Məsələn, 1 milyona çatandan sonra deyir ki, mən bunu arzulayıram, yox, mən çox istəyirəm. Bizim ustadlardan acı biri danışırdı, hələ maddi məsələ deyirdi, bu mənəvi məsələ idi. Deyir, bir nəfər deyirdi ki, mən fikirləşirdim, gəlib rəsail kifayə dərsi desəm, da siz bilirsiniz də o nədir. Yəni, məsələn, universitet müəllimi olsam, belə rahatlaşacam. Deyir, gəlmişəm, 20 ildir mərciyə təqlid olmuşam, belə rahatlaşmamışam. Hələ bu, mənəvi baxımda, mənəvi cəhətdir. Onun gibi o birisi deyil, onun kimi. Əleyhisselam onun möhürün vurub da, dünya şorsu kimidir. İşləyəcən susuzluğu çoxalır. Amma bunun mənası budur, insan dünya malına zahid olsun. Dünya malını tərk eləsin. İndi məsələn, qabağdan isti gəlir, adam kondisioneri yandırmayıb ki, yox, mən yandırmıram kondisioneri. Məsələn, fərz eləyək, qoy cismi məziyyət çəksin. Cismin əziyyət çəkmək istəyirsən, dur kondisionerin altında bir 50 rəkat namaz qıl. Cisminə istəyirsən, əziyyət çəkirsən, dur get, gör ki, mən məsələn də kömək lazımdır, buna kömək elə. Cisminə əziyyət vermək istəyirsənsə, oruç tut. Bu kondisioner var, işıq pulun da var, niyə? İndi birdən məsələn, fərz eləyək, bir dənə kətdə bir dənə kondisioner ola, qalanın hamısının imkanı olmaya, bu özünə sığışdırmaya ki, yaşı, cəmaatı Əleyhisselamın buğda çörəyi yeməməyi kimi. Bu biraz başqa mənadır. Bəli, onlara... O bir ayrı məsələdir. Əleyhisselam buyurur ki, insan dünyanın yeraltı, yerüstü xəzinələrinin hamısına malik ola, imanla bunun ziddiyyəti yoxdur. Bir manatına, cəmi bir manatına malik ola, onun imanla ziddiyyəti ola bilər. Haramçılıqdan olsa. Haramçılıqdan hələ demiracaq. Dünyanın malının hamısına malikdir, amma ona eşqi, məhəbbəti yoxdur. Bağlantısı yoxdur. Heç belə olub-olmamağı da nədir? Alimlərdən birinin gələndə deyirmişlər, salam olsun filankəsə, salam millətxorla, yanındakına deyib ki, and olsun Allaha, bunların hamısı yığışa deyə, ölüm olsun filankəsə, belə qulağıma da deyir. Amma Allah var idi, yox idi, fərq eləmir. Əleyhisselam deyir, onun eybi yoxdur. Amma bir dənə malın ola, məhəbbət eləyəsən ona bir manat, o imanla ziddir. O birbaşa elə cəhənnəmdir. Yaxşı, dədə var görsən, döyür başına ki, maşın biraz sızılıb, yaxşı, o cürə. Məhəbbəti vardı ona. Yəni, insan həqiqətən orada başa düşür ki, məsələn, mən istəyirdim ki, maşınım olsa, vəssalamda qani olaram. Amma maşınım oldu, görəm ki, yox. Elə bir ki, sanki özümü də mən tanıyıram ki, yox, mən ruhum nəsə böyükdür bu şeylərdən. Yəni, mən dünyaya qani olmuram da, dünya malını əslində insan özünü tanımalıdır, insan özünü... Bəli, insanın dəyərini bilməməyi ondandır. Birdən acı insan dəyərini bilsə, o birin ikisini, məsələn, təcrübə eləyər, birin ikisini təcrübə eləyər. Adam görsən, 2 dəfə gedir birinin üstünə borca vermir, da heç vaxt getmir. Təcrübə ilə verir. 2 dəfə gedir bir işin üstünə alınmır, da getmir. Amma insan 1000 dəfə bu dünyanın insana aramçılıq gətirməməyin sınaq eləyib, amma yenə gedir. Əslində insan, o siz demişəm, birinci dəfə maşını dəyişdi ki, sizin misalından deyək də, gördü yox, heç məndəsə, orada qoymalıdır onu yerə. Bu deyir mənim, istəyim bu deyir. Mən hədis də deyir, Allah rahatçılığı ahirətdə qoyub, dünyada qoymayıb. İnsan ahirəti buraxıb, dünyada axtarır. Allah Teala məsələn elmi aclıqda qoyub, nə mənada? Aclıqda. Yəni acından ölmək demək deyil. Qürbətdə qoyub. Qürbətdə, elmi qürbətdə qərar verib. Orada bilirsiniz də niyə qürbətdə?
Burada oxuya bilmirsən axı. Hə. O deyir gəfat deyir, bu deyir qonşudur, bu nə uşağın kiçik toydur. Bir də görsən üstündən 3 il keçmir elə böyük toydur. Nə bilim falan bəsməkən hamısı qarışır dəyər bir-birinə. Yaxşı. Amma bir də qürbətdə bu işlərin heç bir, ancaq insan elm oxuyur. Az qarın da, tox qarın zaten oxumaq olmur. Oxumaq olmur. Adam nədir? Yuxu tutur bu yana. Bir də ki, bilirsiniz də bütün bədəndə gedən prosesin hamısını beyin idarə edir. Onu yediyin həzm eləməyi, beyin ona məşğul olur. Burada elə gözün qalır. Bir də görürsən ki, elə səhifəni fırlamamısan. Bu cürə məsələn. Bu rahatçılıq bu dünyada yoxdur. Rahatçılıq axirətdədir. İnsan əvvələn dəyərin bilməlidir. Rahatçılığının axirətdə olmağını bilməlidir. Ondan sonra axirətin rahatçılığından ötürü çalışmalıdır. İnsan dəyərin bilməsə, o qarşısında olan şeyləri nədir? Analiz eləyə bilməyəcək. Yəni, heç eləmək fikrində olmayacaq. Yaxşı, bu mənə yaraşar, yaraşmaz. Keçən dəfə desən işarə elədin. Çıxanda, məsələn, evdən, elə indi belə də əksəriyyətimiz, ya çoxumuz, ya bəzimiz bu köynəklə, bu pencək gedir, getmir. Bu ayaqqabı ilə, bu şalvar gedir, getmir. Bir də görsən bir deyir ki, remeni çıxar, getmir bundan. Mən salmışam şalvara, gedir, baxın, nə tərk etmir. Bu qədər şeylərə fikir veririk, zahirimizə. Yaxşı, adam var, məsələn, görsən, indi də bəlkə də məsləhət verir ki, bu sözü də. Bırını xoşuna gəlmir, gedir, məsələn, bırnını düzəltdirir. Güya nə oldu ki, o qədər ona fikir verir. Bir də görsən də ayağı sürüşür, yıxıldı, əvvəlkindən də pis vəziyyətə düşdü. Elə şeylərə fikir verir, amma da o ruhun gözəlliyi. Özü şeir deyir, ədəbiyyat deyir, poeziya deyir, nəsr deyir, teatr deyir, kino deyir ki, gözəllik ruhun gözəlliyidir. Zahiri ki, bunu hər yerdə şuardır. Amma ki, əməldə çox adam onu şey eləmir də, əməl eləmir. Və qəlilun min ibadiyyəş şəkur. Elə bilirəm, tamam oldu da, çox yormayalım müminlərə də. Allah razı olsun sizdən, çox faydalandıq, çox bəhrələndik sizdən. Allah sizi var eləsin, təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm, tək elə Allah Teala bizi bəndələrinə vəsili, xeyir versin, cəmaatın vaxtını boş yerə tutmayaq da, elə bir şey olsun ki, faydalı danışaq. Çox fayda oldu, Hacı, həqiqətən insan öz dəyərini barəsində, qədri barəsində düşünür, düşünməyə fürsət tapır. Allah razı olsun sizdən. Təşəkkür sizdən.